Salam, hər vaxtınız xeyir olsun dəyərli dostlar. OTV-nin xüsusi gündəmindəsiniz. İranda müharibə olmayacaq. Yəni ABŞ-ın İrana müdaxiləsi bundan sonra baş verməyəcək. Səbəbini indi deyəcəm sizə. Qərbin aparıcı beyin mərkəzlərinə olan brainstormingin iddialarına görə Molla rejimi diplomatik həmləsinin son akkordunu vurub. Yəni ABŞ-ın istədiyi xəracı Donald Trumpa, onun administrasiyasına göndərib. Yəni bununla da ABŞ və İsrailin İrana həmləsi baş tutmayacaq. Yəni İranda dekabrın 30-dan bu günə qədər baş verən etiraz aksiyaları və bu fonda öldürülən yüzlərlə, hətta minlərlə etirazçının qan bahası ödənilib. Söhbət ondan gedir ki, İranın Xarici İşlər Naziri Abbas Arakçi Birləşmiş Ştatlardakı həmkarları ilə görüşəndən sonra ABŞ-ın təzminat tələbini hə deyərək qarşılayıb və bundan sonra prosedurlar işə düşür. İddialara görə Molla rejimi həmişə olduğu kimi ABŞ-ın dünya siyasətinə təqdim etdiyi dollar diplomatiyasından bu dəfə də məharətlə istifadə etməyi bacarıb. Yəni Donald Trump İrana ona görə müdaxilə etmək istəyirdi ki, ondan pul qoparsın. Bunu sadə, anlaşılan dildə deyirəm. Və İranın neftinə, təbii sərvətinə göz dişmişdi ki, həmin təbii sərvətlərdən pul qazansın. Ancaq indi o baş verməyəcək. Yəni, əli qolu ağrımadan Birləşmiş Ştatlar ABŞ-ın təxminən 10 milyard dollarını mənimsəyə bilib. Mənimsəmək deyəndə ki, dünyanın süper gücüdür, xərac istəyib İrandan və Molla rejimi də bunu mənfəətlə qarşılayıb. Halbuki Donald Trumpa arxalanaraq küçələrə çıxan minlərlə, yüz minlərlə etirazçı indi çox pis vəziyyətə düşüb. İran bundan sonra daha da həyasızlaşacaq. Yəni, qırğınların və hökumət əleyhinə olan etirazların miqyasında iştirak eləmiş hər bir say, yəni hər bir fərd İran üçün bundan sonra sadəcə intiqam yuvasına çevriləcək, intiqam fərdinə çevriləcək. Molla rejimi onların demək olar ki, böyük əksəriyyətini ya sürgünə göndərəcək, ən yumşaq halda, ən sərt halda isə onları ya güllələyəcək, ya da edam eləyəcək. Bu qədər sadədir. Yəni, dünya diplomatiyasında insanın dəyəri artıq qalmayıb. Söhbət 21-ci əsrin 2026-cı ilindən gedir. Və Maduro'nun aqibətini yaşamamaq üçün, nə bilim, neçə metr dərinlikdə gizlənmiş Xameyni öz canını eyni zamanda öldürdüyü yüzlərlə, minlərlə etirazçının qanını da, daha doğrusu qan bahasını da Birləşmiş Ştatlara bax bu cür ödədi. Bundan sonra şah İranda hakimiyyətə gəlməyəcək. Ən azı bir müddətlik. Və Birləşmiş Ştatlar əgər bir dəfə ağzını həmin şiriyə batırdısa, bunun ardı gələcək. Bundan əmin ola bilərsiniz. Yəni, mütəmadi olaraq Molla rejimindən pul istəyəcək. Molla rejimi bundan imtina etdikdən sonra isə Birləşmiş Ştatlar keçən ilin iyul ayında baş verən 12 günlük müharibənin oxşarlarını tətbiq eləyəcək. Və beləliklə bu sıçan pişik oyunu ABŞ-ın öz mənfəətlərini təmin eləyənə qədər davam eləyəcək. Hazırda görünən odur ki, Molla rejiminin qalması Birləşmiş Ştatlara sərf eləyir. Biri var, sən ora şirkətlər qurasan, oradan uzun vədəli gəlirlər planlaşdırasan, ancaq əlin qolun ağrımadan, heç bir güc və iqtisadi resurs sərf eləmədən, eyni zamanda hərbi birləşmə göndərmədən öz qazancını çox sadə dillə, əzələ nümayişi ilə və yaxud da
dil gücü ilə həll eləyə bilirsən. Əslində bu hər iki tərəfə xeyir edir. Həm Birləşmiş Ştatlara, həm də İrana. Molla rejimi dəfələrlə ABŞ-la, İsraillə əməkdaşlıq eləyib. Elə çox uzağa getmədən 1980-88-ci illər İran-İraq müharibəsində İranı Səddama qarşı silahlandıran kim idi sualına yəqin ki, indi məndən əvvəl siz cavab verdiniz. Bəli, İsrail idi. O vaxt İsrail üçün, eyni zamanda ABŞ üçün təhlükə Səddam idi və ona görə də Molla rejimini məhz şeytani bozorq adlandırdığı Əmrikə, yəni Amerika dəstəkləyirdi və silahlandırırdı. Özü də hər cür təchizatla. Eyni zamanda iqtisadi, siyasi dəstək də verirdi. İndi fərqli dövr, fərqli zamandır və İran üçün, İsrail üçün ən böyük təhlükə məhz İrandır və buna görə də ABŞ ən böyük projesini, yaxın şərqdəki ən böyük layihəsini müdafiə eləmək üçün İranı əsas hədəf kimi görür. Və əslində regiondakı dövlətlər, supergüclər üçün də bu sərfəlidir. İrana hər hansı bir hərbi müdaxilənin baş verməməsi. Türkiyə də təbii ki, bundan məmnun qalacaq, məmnundur. Hər hansı bir qan gölünə çevrilmədən, yeni miqrant axını ilə üz-üzə qalmadan Molla rejimi bu məsələni həll eləyə bildi. Ancaq sadə vətəndaşlar üçün vəziyyət acınacaqlı olacaq. O baxımdan ki, kimlər ki etirazlara çıxmışdılar, onlar cəzasız qalmayacaq. Eyni zamanda onların ailələri, yaxın, uzaq qohumları, hətta küçədə salam verdiyi adamlar belə Ettalatın, Sepahın əsas hədəfinə çevriləcək. Və yayılan məlumatlara görə son 15-20 gün arasında İranda öldürülən etirazçıların sayı 6.000 ilə 20.000 arasında dəyişir. Təbii ki, internet bağlıdır, video və fotoların yayılması məhdudlaşdırılıb. Bu baxımdan düşünmək olar ki, qadağalara rəğmən yayılan videolardan da ölüm miqyasının həddindən artıq çox olduğu bildirilir. Əsasən kəşfiyyat məlumatları, xarici ölkələrin kəşfiyyatları, xüsusən də Britaniya kəşfiyyatı məlumatların tez bir zamanda dünya ictimaiyyətinə çatdırılmasında aktiv rol oynayır və İran bundan sonra daha çox nəzarəti Güney Azərbaycan şəhərlərindən daha çox Kürdlər yaşayan bölgələri artıracaq, mən belə düşünürəm. Eyni zamanda faşların sıx yaşadığı ərazilərdə daha da nəzarət gücləndiriləcək və bu proseslərdə şah rejiminə qarşı əsas maneəyə çevrilən Güney Azərbaycanlılar çox cüzi cəza ilə canlarını qurtara biləcək. Ancaq cüzi dediyim təxminən 10-15 min həbslə və yaxud da edamla bu yekunlaşa bilər. Amma İranın digər şəhərlərini, Kürdlər, Bəluzlar, faşlar yaşayan əyalətləri bu cəzalar daha çox gözləyir. Yəni, təxminən edamların miqyası 150-200 min icra prosesi ilə ölçülür. Və beləliklə, İran artıq yeni bir dövrə qədəm qoyacaq, amma bu da müvəqqət olacaq. Gec-tez İranda Molla rejimi devriləcək, bu bir mənalıdır. Hələ ki, ABŞ görünür proseslərə tam hazır olmadığından və şah rejimini dəstəkləyən qüvvələrin bir neçə yerə parçalanmasını nəzərə alaraq prosesləri pulla həll etməyi daha məqsədə uyğun saydı və hazırki proses hazırlıq baxımından Molla rejiminə də sərf eləyir. Onlar növbəti müharibəyə hazırlaşacaqlar. Çünki 6 ay keçib bundan əvvəlki savaşdan və xeyli siyasi və iqtisadi, eyni zamanda hərbi qan itirib, obrazlı desək, Molla rejimi və İran növbəti İsrail-ABŞ savaşına hazır deyil. İran beynəlxalq aktivlərdə saxladığı, öz xalqına vermədiyi pulu
gətirib Amerikanın, daha doğrusu Trumpın ovucuna qoydu. Beləliklə, məsələ müvəqqəti də olsa öz həllini tapdı. Ancaq, necə deyərlər, daha doğrusu Xameneyi yenə də ABŞ-ın nişangahındadır. Və qısa zamanda ABŞ yenidən üzünü İran tərəfə çevirəcək. Belə hörmətli tamaşaçılar, sağ olun, salamat qalın. Şərh bölməsində fikirlərinizi yazmağı unutmayın. Hələlik.